Salam, hər vaxtınız xeyir, necəsiz? Hər birinizi xoş gördük. Bugün sizlərlə ümumiləşdirici tapşırıqları izahını verəcəm. Gəlin baxaq. Avtomatın düyməsini basdıqda içindəki şarlar qarışır və bir şar çıxır. Fikirlərə uyğun avtomatları müəyyən edin. Düşən şar mütləq yaşıl olacaq. Hansı olacaq? Mütləq sözü varsa, yəni hamısı yaşıl olacaq. Üçüncü. Düşən şar çox güman ki, sarı olacaq. Yəni içində sarı rəng daha çox üstünlük təşkil edir. Baxıram ki, 1-də və 2-də sarı var, amma ən çox sarı olan 2-dir. Düşən şarın yaşıl olması mümkün deyil. Yəni orada yaşıl rəng yoxdur. Əlbəttə ki, 4-də yaşıl rəng yoxdur. Düşən şar çətin ki, yaşıl olsun. Yaşıl olsun, yəni yaşılın olma ehtimalı azdır. Elə 2 olacaq. Torbada naməlum sayda qəhvəyi, sarı və ağ toplar var. Samir hər dəfə topları qarışdırır, içinə baxmadan bir top çıxarır və rəngini cədvəldə qeyd edib yerinə qoyur. Cədvələ əsasən doğru fikirləri müəyyən. Ağ neçə dənədir? Ağdan 4 dənədir. Qəhvəyi neçə dənədir? 9 dənədir. Sarı 2 dənədir. Növbəti top mütləq sarı olacaq. Yox, səhv. Yəni, sarının olma ehtimalı azdır. Top mütləq sarı olacaq, hamısı sarı deməkdir. Növbəti top çox güman ki, qəhvəyi olacaq, doğru. Növbəti top çətin ki, sarı olsun. Bəli, bu doğrudur. Azdır sarının rəngi. Növbəti topun ağ olması mümkün deyil. Yanlışdır, səhvdir. Niyə? Ağ çıxma ehtimalı var da. Xətti diaqramda ustanın 4 həftə ərzində əldə etdiyi həftəlik gəlir təsvir edilibdir. Usta birinci və ikinci həftə cəmi nə qədər gəlir əldə etdi? Birinci və ikinci həftədə. Birincidə 200, ikincidə 150. Ən çox və ən az gəlir hansı həftələrdə əldə edilib? Onlar arasındakı fərq nə qədərdir? Ən çox, ən az. Ən çox 4-cü həftə. 4-cü həftə ən çoxdur. 300. Ən az isə ikinci həftə. İkinci həftə isə ən az 150. İndi bunların arasında fərq isə 300-dən də 150-ni çıxsam 150 etmiş olacaq. Hansı həftədə əvvəlki həftə ilə müqayisədə daha az gəlir əldə olundu? Bunu necə müəyyən etmək olar? Hansı həftədə əvvəlki həftə ilə müqayisədə daha az gəlir? Biz burada baxsaq ki, birinci həftə 200-dür, ikinci həftə 150-dir. Deməli, düşmə baş verib də, azalma baş verib. İkinci həftədə. Şəkildə də görünür ki, düşmə baş verir. Amma qalanlarında yüksəlmə baş verir. 4 həftə ərzində ustanın xərci 685 manat olarsa, onun yığımı nə qədər olar? Gəlin baxaq. Birinci həftə 200-dür. Sonra ikinci həftə 150. Növbəti həftə 200. Ondan sonraki həftə 300. 400 bura 500. 400, 400-ün üstünə də deməli 300, 700, 850. 850-dən də çıxıram 685-i. Gəlirdən biz qayda keçmiş. Gəlirdən xərci çıxarsaqsa yığım olar. 5, 14-dən 8, 6, 7-dən də 6, 160 5 manat yığım əldə etmiş olacaq. Xətti diaqramda 5 ay ərzində Bakıda və Gəncədə aylar üzrə ən yüksək temperatur göstərilibdir. Hansı aylarda ən yüksək temperatur Gəncədə Bakıdan çoxdur? Gəncə çoxdur. Gəncə Bakıdan çoxdur. Gəncə. Qırmızı Bakıdan çox olubdur.
Hansı aylarda Gəncə qırmızı Bakıdan çox olubdur? Yanvar və fevralda. Baxın, qırmızı mavidən hündürdədir. Yanvar və fevraldadır. Hansı ayda Bakıda ən yüksək temperatur Gəncə ilə eynidir? Mart ayında. Hansı iki ardıcıl ayda Gəncədə ən yüksək temperatur dəyişməyib? Gəncədə dəyişməyibdir. Ardıcıl ayda ən yüksək temperatur dəyişməyibdir. Martdan apreldə Gəncədə. Baxın, eyni qalıbdır. Bura eyni qalıbdır. Mart, apreldə. Xətti diaqrama əsasən bir sual tərtib edin. Dəftərinizdə xətti diaqrama uyğun sütunlu diaqram qurun. Yəni bunu diaqrama çevirəcəksiniz. Əvvəlcə gəlin bir sual tərtib edək. May ayında Bakı Gəncədən may ayında temperatur Bakı Gəncədən neçə dərəcə çox olub? Başqa suallar da tərtib edə bilərsiniz. Diaqram eləyək. Deməli, baxın, yanvar ayında qırmızı 10 idi, düzdürmü? Fevral ayında 15. Mən bunu əvvəlcədən çəkmişəm. Sizdə video uzanmasın deyə mən tez çəkdim. Hər ayınkini ora baxaraq çəkib qeyd elədim. Siz də dəftərinizdə belə çəkəcəksiniz. Sonra içini belə rəngləyəcəksiniz ki, yanvarda 5 idi, fevralda 10 idi, martda 20 idi, bərabər idilər. Apreldə 25. Mayda isə 30 idi. Siz səliqəli çəkib rəngləyərsiniz. Belə. Sadəcə burada qeyd edin ki, bunu qırmızı altda qeyd edirlər ona əsasən. Qırmızı Gəncə belə rəhləyirsiniz içine. Mavi isə Bakıdır. Keçək işdə. Deyək ki, sütunlu diaqramda 4 ay ərzində dərnəklərdə yazılan şagirdlərin sayı haqqında məlumat verib. Xətti diaqramı biz tamamlamalıyıq. Yanvarda nə qədərdir? Yanvarda 100 nöqtəni qoydum. Fevralda 250, martda 150, apreldə yenə 200. İndi bunu belə birləşdiririk. Mart ayının neçə nəfər dərnəyə yazılıbdır? Martda 150. Ən az hansı ayda ən az şagird dərnəyə yazılıbdır? Ən az deməli yanvarda 100.
Xətti diaqrama aid sual ver və cavablandır. Məsələn, hansı ayda eyni sayda dərnəyə şagird yazıldı? Eyni ay hansıdır? Fevral, aprel. Hər iki ayda eyni oldu. Deyir ki, Aynur Lalə hərəsi bir kağıt parçasını yalnız öz adlarını yazıb qutuya qoydu. Adlar yazılmış kağızlar sayı məlum deyil. Səbinə qutunun içinə baxmadan bir kağıt parçasını çıxarıb oradakı adın ilk hərfini cədvələ qeyd etdi. Qutuya qoydu. Bunu 10 dəfə təkrar elədi. Deməli, cədvələ əsasən aşağıdakılardan boş yerlərə verilmiş sözlərdən uyğun olanını yaz. Deməli, Aynur, Lalə, Elxan. Aynurun adı görə neçə dəfə çıxıbdı? 1, 2, 3, 4, 5, 6, 7, 8 dəfə. Lalənin adı 2 dəfə. Elxanın adı 0. Növbəti kağızda mütləq ya Aynurun adı çıxacaq, ya da Lalənin adı çıxacaq. İkisindən biri olacaq. Növbəti kağızda çox güman ki, Aynur olacaq. Aynurun daha çox adı çıxıb. Növbəti kağızda çətin ki, Lalə çətinliklə çıxacaq, az olacaq. Növbəti adının olması mümkün deyil, Elxan. Elxanın adı heç çıxmadı çünki. Deyir ki, xətti diaqramda həftənin 5 gün ərzində marketdə satılan un və qəndin miqdarı göstərilib. Hansı gün ən çox un satılıb? Un hansıdır? Qırmızı. Qırmızı çox olan şənbə. Hansı gündə ən çox qənd satılıbdır? Qənd mavidir. Ən çox şənbə və bazar. Hər gün əvvəlki günlə müqayisə saçının nə qədər artdığını, nə qədər azaldığını, yaxud dəyişmədiyini cədvəldə qeyd et. Cümə axşamı, bax, burada 10 idi, olub 30. Deməli, 30-dan 10 çıxanda 10 kilo artıbdır. Un da, yəni 10 kilo artıbdır, bu 20 kilo artıb. Undur bu, qırmızı undur. Qənd 10 kilo artıbdır. Amma növbəti cümə günü ikisi də dəyişməyib. Dəyişməyibdir. Baxaq sonra. Şənbə günü. Şənbə günü un, qırmızı un idi da. Un nə qədər artıb? 30 idi, 40 olub. 10 kilo artıbdır. Artıb. Yaxşı yazaq bunu səliqəli. 10 kiloqram artıb. Qəndə baxaq, qənd mavidir. 40-dan 50-yə gedib. O da 10 kilo artıb. Una baxaq. Un 40 idi, 30 olub. 10 kilo azalıb. Qəndə baxaq. Qənd dəyişməyib.